Sizi Tovuz şəhər stadionundan salamlayırıq. Tovuzda Azərbaycan futbolunun məbədi, beşiyi hesab edilə biləcək bölgəmizdə əla futbol havası var. Bu havanı isə azarkeşlər yaratmalıdır. Bugün onların sayı təəssüf ki, o qədər də çox deyil. Məsələyə müsbət tərəfdən yanaşmağa çalışdım. Əslində onların sayı çox azdır. Desək bu ifadə daha doğru olar. Bax belə, ötən gün burada futbol bayramı yaşandı. Turanla Sabah üz-üzə gəlirdi bu stadionda və Turan Sabahla qarşılaşmada 2-1 hesablı qələbə qazanıb Startfti saatına baxdı və Kamal Umudlu bu maçı başlayır. Startfti səsləndi, uğurlar arzulayaq hər 3 komandaya, hətta hər 4 komanda, 4-cü komanda olaraq CBC Sport komandasının bizim yayım komandamıza da uğurlar arzulamaq istəyirəm. Üçündə Kəpəz, ikisində Araz Naxçıvan qələbə qazanıb. Kəpəzin ev oyunlarında heç qeydə alınmayıb. İndi Araz Naxçıvanın hücumu təhlükə ola bilərdi. Standart vəziyyəti ev tapşırığını beləcə yerinə yetirdilər, amma Turan Manafov ötürmə cərimə meydançasına. Qapçı və burada qayda pozuntusu var. Kəpəz mövsümü sonuncu pillədə başa vurmayacaq. Bu arada Araz Naxçıvan hücumu Felipe Santos. Penalti gözləyir burada Araz Naxçıvan futbolçuları. Kamal Umudlu davam dedi. Bu da təkrar. Hüseynli top oynamışdı zənnimcə. Baxaq, burada ayağını bəlkə də bir qədər riskli atdı, amma top oynamışdı. Qaraqarayev. Qısa pas. Zərbə blokladılar. Özratoba zərbəyə vurur, Verdaşka blokluyur. Bakşoyev davanlı ötürmə. Paço cərimə meydançasında. Paço ötürmə imkan axtarır. Çevirdi, amma ötürmə dəqiq deyil. Ömer, Felipe Santos, qapıya paralel. Machado zərbə ilə tamamlayır bu hücum, amma blokladılar. Kapitan özünü zərbənin önünə atır. Araz Naxçıvan təhlükəli gəldi bu epizodda. Camaldan səhv. Araz Naxçıvan təhlükəli gəlir. Ötürmə Felipe Santos. Rogerio Santos. Kəpəzi qoldan xilas edir. Maçda ən real qol imkanı. Camal Cəfərovdan geri ötürmədə səhv. Bu səhvi az qala bağışlamayacaqdı Araz Naxçıvan. Bu da təkrar. Bernardo Diaz. Onun ötürməsi düz penalti nöqtəsi üzərində istiqamətinə. Düz penalti nöqtəsinin üzərində Felipe Santos'un zərbəsi və Rogerio Santos bu zərbəni dəf edir. Çərçivəyə gedir top. Yerini düz seçdi Kəpəzin kapitanı. Təkrar. Fərqli rakurslardan ekranlara gəldi. Ötürmə cərimə meydançasına Paço və məncə ilk hissədə bu da son epizoduydu. Qapıdan aralı keçir Luis Paço. İkinci hissənin startı səslənir və hər iki komandaya uğurlar arzulayaq. İkinci hissədə də Kəpəz ikinci hissəyə başlayan tərəfdir. Bernardo Diaz ötürmə və Rogerio Santos çıxışda səhvsiz oynayır. Ravan Machado qapıya paralel və az qala Araz Naxçıvan hesab açacaqdı. Çərçivəyə düşə bilmir burada Beyni. Araz Naxçıvanın təhlükəli əks hücumunu izlədik. Bu da təkrarı şəhsiz izləyək. Burada əlavə şərhə ehtiyac yoxdur. Beyni daha çətin olanını etdi. Murat Ardızışvili, Vanderson Melo. Murat Ardızışvili, qapıya paralel ötürmə. Zərbə və Cristiano Avram.
Kəpəz qola çox yaxın idi. Bu da epizodun təkrarı. Kəpəzin sağ cinahdan hücumu, qapıya paralel ötürmə. Burada müdafiəçilər Ömər Buludov səhvə yol vermişdi. Top uzaqlaşdırarkən. Amma Luis Paçu çərçivəyə düşə bilmir. Slavik baxdı cərimə meydançasına. Uzaq küncə göndərməyə çalışacaq. Roman Machado. Araz Naxçıvana əla fürsəti boşa verir. Yaxşı çıxmışlar əks hücuma. Roman Machado baş zərbəsindən sonra çərçivəyə düşə bilmir. Turan Manafov keçdi mərkəz xətti. Yerdən oynayır. Luis Paçu. Luis Paçu. Luis Paçu'nun ötürməsi. Pana və son anda Igor Ribeiro. Kəpəz hansı fürsəti boşa verdi. Ötürmə. Zərbə nicatdan top qapıya paralel olaraq hərəkətləndi və Araz Naxçıvan futbolçularında qalır. Sadiq. Kərim. Uzaqdan zərbə top qapının aralı keçir. Kərim Elkoça. Çərçivəyə düşə bilmir. Ötürmə cərimə meydançasına. Rogerio Santos. Şığıdı, pərvazlandı və topu yumruqladı. Sadiq Şəfiyev top uğrunda mübarizə. Yenə Igor Ribeiro. Araz Naxçıvanın son cəhdləri topun gerisində Nuno Rodriguez var. Cərimə zərbəsi. Qapıya zərbə və çərçivəyə düşə bilmir Araz Naxçıvan futbolçuları. Uzaq küncdə Igor Ribeiro. Zərbə vurmuşdu burada. Hakim qapıdan zərbə işarə edir. Bu da təkrar. Kəpəz futbolçusundan gəlmişdi. Birbaşa qapıya zərbə idi bu. Kəpəzin evdə ilk hissəsində Araz Naxçıvanla bu artıq rəsmiləşdi. Çünki Kəmal Umurlu final fitini səsləndirir. Kəpəz Araz Naxçıvan görüşündə qapılara qol vurulmadı.